Azerbaycan'da da başkent Bakü başta olmak üzere tüm kentlerde sabahın erken saatlerinde camilere giden vatandaşlar bayram namazını kıldı. Şah Hüseyin Camii'nde 7'den 70'e herkes yan yana saf tuttu. Ehl-i Beyt alimi Ganiyev Mirheyder bayram hutbesinde Kurban Bayramı'nın önemine değindi. Başkalarına da ihsan eləmək hünərini özlərində göstərə bilirlər. Ona görə İslam bizə paylaşmağı öyrədir. İnsan sevdiğini verəndə qiymətə minir, Allah'ın yanında məqamı artır. Namazlarını kılan Azerbaycanlılar mikrofonlarımıza bayram dileklerini paylaştı. Allah hamının evinə ruzi bərəkət, bol nemət nəsib eləsin. Ölkəmiz, vətənimiz salamat olsun. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Bütün dünya müsəlmanlarını bu müqəddəs gündə, əziz gündə, əziz bayram münasibətindən təbrik edirəm. Can sağlığı, uzun ömür, xalqımıza sülh, saadət, əmin-amanlıq, kəsilən qurbanları Allah qəbul eləsin. Əziz bayram münasibəti ilə səmimi bir qəlbdən təbrik edirəm. Allah Teala Məkkə şəhərində olan bizim bütün hacıların o kəsdikləri qurbanları qəbul etsin. Allah Teala şəhid salamat o zəvvarlarımızı öz evlərinə, məmləkətlərinə qaytarsın. Doğrudan da müqəddəs gündür, əziz gündür, bayram günüdür. Hamı sevinir və istər ölkədə, istər sair yerlərdə Allah kəsilən qurbanları qəbul etsin. Hər bir kəsə Allah Kəbənin ziyarətini nəsib eləsin inşallah. Allah kəsilən bütün qurbanları qəbul eləsin. Allah hər kəsin bu mübarək günlərdə istəyinə, arzusuna çatmağına kömək olsun. Türkiye'de de milyonlarca insan sabahın erken saatlerinde camilerin yolunu tuttu. Bayram namazının ardından kurbanlar kesildi. Deprem bölgelerinde ise vatandaşlar